Bugün müsəlmanlara, onun örnəyinə, Peyğəmbərinə, Muhammed sallallahu aleyhi və səlləmə və bütövlükdə İslama, azyaşlılarla nigahla bağlı çamur atmaq istəyənlər hər tərəfdən İslamın üzərinə gəldiyi bir gündə Allah təbarək və teala bu çamurun özünü həmən bu ateistlərə, agnostiklərə, deistlərə və digər məxluqatlara geri qaytardı. Jeffrey Epstein və onun kimi əxlaqsız, mənəviyyatsız, pedofillər, dünya elitası, bütün bunlar hamısı ifşa olundu və dünya bu xəbərlərdən silkələnməkdədir. Və baxın görün ki, onun özü kimi əqidədə olan insanlar, dinsiz, imansızlar Epstein adasında hansı iyrəncliklərdən məşğul olublar, hansı aşağılıqları, hansı rəzillikləri eləyiblər azyaşlılara qarşı. Bax, ey ateistlər, əsl pedofiliya budur. Açın gözlərinizi, görün, eşidin, amma sizin gözləriniz kör, qəlbiniz qapalı, qulaqlarınızsa kardır. Quran ayəsində deyildiyi kimi. Siz belə şeyləri görməzdən gələcəksiniz təbii ki. Amma unutmayın ki, siz hilə qurmusunuzsa, Allah təbarək və teala öz elmi ilə sizin öz hilənizi sizin özünüzə bax belə geri qaytarıb bütün dünyada sizi rəzil eləyir. Biz isə İslama tabe olaraq, Allaha tabe olaraq onun əmirlərini yerinə yetirməyə çalışırıq və onun qoyduğu yasaqları keçməyə çalışmırıq. Əgər Allah təbarək və teala həddi buluq yaşı, həddi buluq məramı qeyd edibsə, o deməli müsəlmanların qırmızı xəttidir və o xətti keçmək olmaz aşağı olaraq. Amma siz və sizin düşüncədə olan insanlar baxın görün ki, hansı rəzilliklərə yol veriblər. Epstein adı. Açın, araşdırın, maraqlanın. Və ən qəribəsi budur ki, Epstein və onun kimi mənəviyyatsızlar, əxlaqsızlar, pedofillər vaxtı ikən dünya elitası olublar və bugün də dünya elitasının içərisində onun dostları var.